Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Publik Data portalının təqdimatı və dövlət idarəetməsində data əsaslı qərar qəbul etmə mövzusunda panel müzakirələr keçirildi. Tədbirdə müxtəlif dövlət qurumlarının və texnoloji şirkətlərin, ali təhsil müəssisələrinin müvafiq sahə üzrə fəaliyyət göstərən nümayəndələri iştirak etdilər. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında data əsaslı qərar qəbul etmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğuladı. Asan Xidmətin bu istiqamətdə gördüyü işlərdən danışdı. Bu süni intellekt həlləri vasitəsilə biz vətəndaş məmnunluğunun daim 100%-ə yaxın olmasını hədəfləyirik və bu həllər vasitəsilə buna həyata keçiririk. O ki qaldı açıq məlumatlar portalı bu Asan Xidmətin fəaliyyətdə olduğu 12 il müddətində xidməti fəaliyyəti zamanı toplanan məlumatların, informasiyaların açıq cəmiyyət üçün açıq elan edilməsidir. Bu portaldan istifadə etməklə tədqiqatçılar, ekspertlər, mütəxəssislər, startapçılar, gənclər, cəmiyyətin ayrı-ayrı təbəqələr nümayəndələri öz məqsədləri üçün, öz şəxsi məqsədləri üçün, öz biznes fəaliyyəti üçün və elmi araşdırmaları üçün rahatlıqla istifadə edə biləcək və Asanın bu məlumatlarından istifadə etməklə yeni məhsul və xidmətlər yarada biləcək. Asanın rəsmi internet səhifəsində o portala keçidi var. O keçid etməklə hər kəsi, buna maraqlı olan hər kəsi istifadə etməyə dəvət edir. Portalın məqsədi agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqi, eləcə də bu çərçivədə hesabatlılığın təminidir. Portal Asan Xidmətin müxtəlif istiqamətlərdə, o cümlədən beynəlxalq sferadakı fəaliyyəti, dövlət xidmətlərinin elektron reyestri, asan viza, asan ödəniş, asan müraciət sistemləri, Yaşad fondu ilə bağlı məlumatları əhatə eləyir. Tədqiqatçılar və biznes iştirakçıları təqdim olunan datalardan istifadə etməklə fərqli çağırışlara yönəlik yeni innovativ həllər irəli sürə bilərlər. Tədbirin yekununda isə data əsaslı qərar vermə, mif yoxsa reallıq mövzusunda panel müzakirələr baş tutdu. Müzakirələrdə dövlət qurumlarının süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşüldü.